Salam əleykum. Deməli, bu gün biz yumurta haqqında danışmaq istəyirik. Yumurtanın faydaları nədir? Ən yaxşı yemə üsulu necədir? Yumurta nə qədər biz yeyə bilərik gün ərzində və yaxud da ki, həftə ərzində? Ümumiyyətlə, yumurta Allahın bizə verdiyi, belə deyərdim ki, ən gözəl nemətlərdən həqiqətən də biridir. Çox gözəl bir nemətdir həqiqətən də, faydalı bir nemətdir. Allaha həmd olsun. Və həm böyüklər üçün, həm qocalar üçün, həm hamilələr üçün, həm uşaqlar üçün deyərdim ki, çox faydalı bir qidadır. Deməli, mənim yadımdadır, Sovetlər vaxtında yumurta əleyhinə bir təbliğat gedirdi ki, yumurta xolesterini artırır, yumurta çox yeməyin, həftədə bir dəfə və ya 2 dəfədən artıq yumurta yeməyin. Bax, belə bir təbliğat gedir. Mənim yadımdadır hələ Sovetlər vaxtında. Amma sonradan məlum oldu ki, xeyr, elə bir şey deyil. Yumurta nəinki xolesterini artırır, əksinə xolesterini azaldır və bu artıq laboratoriyalarda tam təsdiqini tapmışdır. Düz yumurta həddindən çox yeyib və hərəkət etməyən insanlarda xolesterini artıra bilər, amma normal insanlar üçün yumurta sınaqları keçirilib və məlum olmuşdur ki, yumurta yeyən insanlarda triqliserid və bədənimiz üçün ziyanlı olan LDL səviyyəsi aşağı düşüb və bədənimiz üçün faydalı olan HDL xolesterini isə yuxarı qalxmışdır. Ümumiyyətlə yumurtanın həm qabığı, həm ağı, həm də sarısı insan üçün başdan başa bir şəfa mənbəyidir. Deməli, birinci başlayaq elə yumurtanın qabığından. Yumurtanın qabığı 99%, bəzən 98% olur. Özü kalsiumdan ibarətdir və bədən tərəfindən rahat bir mənimsənə bilinən bir kalsium qaynağıdır və eyni zamanda yumurta qabığının tərkibində qlikozamin və xondrolitin adında maddələr də vardır ki, bunlar məşhur maddələrdir. Dövrümüzdə, günümüzdə bu dəqiqə insanların ən çox tələbat olduğu bir maddələrdir. Deməli, bu üç maddə birlikdə həm deməli qlikozamin, həm xondrolitin və həm də kalsium bizim sümüyümüz, dişlərimizin sağlığı üçün mükəmməl bir qida vasitəsidir. Dəri partlamaları olan insanlar, dərisində bax belə cırılmalar əmələ gəlir. Sonra daimi olaraq oynaqlarında ağrılar əmələ gəlir. Daimi olaraq sümük ağrılarından əziyyət çəkir insanlar. Məsələn, insan var ki, yaşı 30-40 yaş var, artıq bütün oynaqlarında artroz əlamətləri başlayıb, dizlərində ağrılar başlayıb. Bu insanlar üçün yumurta qabığı mükəmməl bir nemətdir. Deməli, gündə bir dəfə mütləq kənd yumurtası olmalıdır. Kənd yumurtasının qabığını əvvəlcə yuyuruq, sonra salırıq qaynar suya, 2 dəqiqə saxlayandan sonra çıxardırıq, quruduruq və bunu qəhvə ödəyəndə tamamilə üyüdürük. Vəssalam, bizim gözəl bir dərmanımız, təbii dərmanımız hazırdır. Bundan gündə bir dəfə, səhərlər və ya da günortalar, bundan 1 çay qaşıq yeməkdən qabaq atırıq ağzımıza, üstdən 1 stəkan su içirik. Və yaxud da bunu bəzən uşaqlar edə bilmir, daha doğrusu sevmir, ağızda belə xırsıldılı bir dadı olur. Biz deməli 100 qram götürürük yumurtanın qabığını və deməli yarım stəkana biz nə hazırlayırıq? Yarım stəkana biz bir xörək qaşığı çox olar, bir dolu çay qaşığı deməli nişastanı götürürük, yarım stəkan suyun içərisində, qaynar suyun içərisində həll eləyirik və bunu qarışdırırıq 100 qram və yaxud da 150 qram kənd yumurtasına xəmir kimi belə yoğururuq və bundan fındıq boyda yumru-yumru şariklər hazırlayırıq, qoyuruq soyucuda durur. Bundan hər gün bir dənəsini verə bilərsiniz uşaqlarınıza. Profilaktik olaraq sümük boşluğunu aradan qaldırmaq üçün verə bilərsiniz. Uşaq bunu udur. Böyüklər isə elə dediyim kimi tozu ağza atır, üstdən 1 stəkan su içir. Bax, bu sümük boşluğundan əziyyət çəkən insanlar üçün əla bir qida qaynağıdır. Bu bir. Sonra dediyim kimi kalsium ehtiyacını aradan qaldırır və gəldik yumurtanın ağına. Deməli, çox maraqlıdır ki, şəhər yumurtası ilə kənd yumurtasının ağında elə bir fərq yoxdur. Yəni, eyni tərkibdədir. Sadəcə zülaldır. Maraqlıdır bu. Mənim üçün də bu maraqlı gəldi. Hətta biz buna laboratoriyada da baxdıq, gördük ki, həqiqətən də eynidirlər. Bəzən insan deyər ki, kənd yumurtasının ağı daha çox faydalıdır. Amma şəhər yumurtası, amma ağında belə bir fərq biz görmədik, ağları eynidir. Amma əsas məsələ nədir? Sarısında böyük fərqlər var. Kənd yumurtasının sarısı mükəmməldir, mükəmməl. Həm karotinlər cəhətdən, həm vitaminlər cəhətdən, həm antioksidant cəhətdən, həm belə deyək, enerji vermə cəhətdən şəhər yumurtası, yəni broiler toyuqlarının yumurtasından qat-qat üstündür və çox faydalıdır. Məsələn, yumurtaya sarılıq verən karotinlər bizim eyni zamanda gözümüzə və beynimizə də çox xeyirdir.
Şəhər yumurtasında, yəni şəhər yumurtası dediyimiz broiler yumurtalarında bu karotinlərin miqdarı kənd yumurtasından dəfələrlə az olur. Dəfələrlə 10-15 dəfə, bəzən 20 dəfə az olur. Əgər kənd yumurtası dediyimiz toyuq, yəni toyuqlar sərbəst göyərti ilə daimi qidalanıbsa, əgər bunlar, bax bu yumurtaların tərkibində karotinlərin miqdarı daha çox olur və bu eyni həm gözə, həm beyinə, həm tüklərimizin tökülməsinə, həm dərimizə çox faydalıdır. Bunu mütləq yadınıza saxlayın və biləsiniz. Sonra omega 3 kənd yumurtasında daha çoxdur və bu omega 3 haqqında da danışmağa elə biləm ehtiyac yoxdur. Omega 3 bizim beynimiz üçün çox mükəmməl bir qida qaynağıdır. Bunu da biləsiniz. Sonra bir sırağını da nəzərinizə çatdırım ki, bağırsaqların mikroflorası üçün yumurta sarısı mükəmməl bir qida vasitəsidir. Bax, bu yumurta bağırsaq sağlığı, yəni bizim bağırsağımızda bizim üçün faydalı olan mikrofloranın əsl qidasıdır. Kənd yumurtasının sarısı və yaxud da ağı, fərqi yoxdur. Yəni hər ikisi bizim bağırsağımız üçün faydalı bir qida qaynağıdır. Bunu da sizin nəzərinizə çatdırım. E və D vitaminləri də vardır və kənd yumurtasında yenə də olduğu kimi E və D vitaminlərinin miqdarı artıqdır. E vitamini bizim cinsi orqanlarımıza, nəsil artırma gücünü artırmaq üçün, cinsi istəyi artırmaq üçün, cinsi potensiyanı normada saxlamaq üçün mütləq bizə lazım olan bir vitamindir və bu da kənd yumurtasında daha çox olur və insan orqanizminin üçün vacib bir hormondur, vitamindir. Eyni zamanda D vitamini də kənd yumurtasının sarısında daha çox olur. Düzdür, biz D vitamini balansını əsasən günəşlə qoruyuruq, amma yenə də bizim bədənimizin və eyni zamanda günəşdən aldığımız D vitamininin bədəndə balansının qorunması üçün bizə yumurta yemək mütləq vacibdir. Sonra quyruq yağı yemək vacibdir. Bitki yağlarından az istifadə etmək vacibdir ki, bu məsələn elə insanlar var ki, hər gün D vitamini içir. Çünki niyə? D vitamininin qəbulunu saxlayan kimin bədəndən D vitamini azalır və çox aşağı dərəcələrə düşür və bu da məcbur olur içir. Amma dediyim kimi bu qida maddələrinə üstünlük versəniz əgər siz, onda sizin bədəninizdə D vitamininin balansı normal qalacaq və düşməyəcək. Sonra bizə gələn sualların içərisində maraqlı suallardan biri odur ki, yumurta haqqındakı. Yumurtanı necə biz yeyək? Yəni o hansı yemə üsulu bizim üçün faydalıdır və təbii ki, bunu bütün dünya da bilir ki, yumurtanın ən faydalı yeyilmə üsullarından biri yumurtanı qaynadıb yeməkdir. Deməli, yumurta qaynarıb düşəndən təxminən bir dəqiqə gözləyirsiniz, bir dəqiqə yarım bəs eləyir. Ondan sonra götürürsünüz. Deməli, yumurta ümumiyyətlə bişəndə, suda bişəndə çalışın elə vəziyyətdə bişsin ki, sarısı tam bişməsin. Yəni tam deyim, boş vəziyyətdə olsun. Belə olanda mədə tərəfindən, bağırsaq tərəfindən daha rahat əmilməsi daha rahat olur. Yumurtanın tərkibində olan zülalların denaturasiyası, yəni parçalanması baş vermir və bu yumurtanın qidalandırıcı xüsusiyyəti daha çox olur və eyni zamanda tərkibindəki antioksidantlar parçalanmır və bizə belə deyək ki, dəyərli gücünü bizim bədənimizə gətirib çatdıra bilir. Yumurta eyni zamanda yumurtanın tərkibində kolin çox var və bu kolin bizim həm damarlarımızın və həm də beynimizin qidalanması üçün və beynimizin yaxşı çalışması üçün yaxşı bir maddədir. Bu da yenə dediyim kimi kənd yumurtasında daha çox olur. Amma ümumiyyətlə yumurtanın bəzən qlazok deyirik, dəvə gözü. Bu formalarda da yeyə bilərsiniz, qayğanaq da eləyə bilərsiniz. Sonra müxtəlif bitkilərlə kükü halında da eləyə bilərsiniz və dediyim kimi yumurtanın tam qidalanması üçün, bədən tərəfindən mənimsənməsi üçün ən yaxşısı suda qaynadılmış. Məsələn, mən sevirəm ki, yumurtanı suda qaynadam, sonra da yumurtanın üzərinə bir balacana kərə yağı qoyam, biraz duz və kərə yağı qoyam və az bir miqdar çörəklə bunu yeyəm. Məsələn, mən bunu çox xoşlayıram. Sizə də məsləhət görürəm. Səhərlər məsələn bunu yeyə bilərsiniz və yaxud da günorta yeyə bilərsiniz. Bu çox faydalıdır. Yumurta haqqında bir dənə də resept deyim. Əgər sizin mədənizdə problem varsa, qıcqırma varsa, deməli yumurtanın ağını götürürsünüz. Məsələn, bir dənə yumurtanın ağını götürürsünüz. Bura bir dolu çay qaşığı iyidə unu qarışdırırsınız və bunu əlinizə çalırsınız və yaxud da ki, blenderdə qarışdırırsınız. Köpüklənəcəkdir və bunu içirsiniz. Məsələn, bunu gündə bir dəfə səhərlər içə bilərsiniz və yaxud da ki, bu iki hissəyə bölüb bir yarısını səhər, yarısını axşam mütləq amma yeməkdən qabaq içilməlidir. İçə bilərsiniz. Bu qida borusunda, qırtlaqda və mədədə əmələ gəlmiş eroziyaların qarşısını almaq üçün mükəmməl bir müalicə üsuludur. Çox sağ olun. Allahım şəfa versin bizə üçün də. Amin.